deputatımız çıxış edib ki, gəlin cərimə eləyək kişiləri, kim arvad sözü istifadə eləsə. Arvadınla gəlmirsən, kiminlə? O mənim arvadımdır, o mənim həyat cövhərimdir, o mənim aşk böcəyimdir, o mənim balamdır. Nə yaş mehriban sübələnçinə, süzdən çıxmayan iş. Cərimə eləyirlər. Demək olmaz. Əvvəl arvadda deyirdin ki, ay arvad, arvad anondur. Başa düşdün? Get anovat nə arvad. İndi ki, cərimə dalayacaq. Bəs arvada, qadına kişilərə nə deyəcəklər? Ay kişi, cərimə düşür, düşmür. Onda gəlsin. Peçatda baxırsan ki, Milli Məclisdə ancaq kişilərdir. Bir neçə dənə qadınlar var da. Ancaq bizə qarşı çıxıblar elə bilir. Ya alimenti qaldırırsınız, ya da ki, cərimə edirsiniz.